əziz 7-ci siniflər. Sonsuz onluq kəsirlərlə davam edirik. Əvvəlki səhifəni işləmək istəyənlər əvvəlki videomdan izləyə bilərlər. Bugün isə biz səhifə 15 işləyəcəyik. Deməli, PDF-imiz də bu dərsə uyğun əvvəlki videoda paylaşmışam. Oradan PDF hissəsini götürüb, yəni qayda hissəsini izləyə bilərsiniz. Eyni zamanda yenə xatırlatma eləyim. Ödənişsiz WhatsApp qrupumuz var. Buyurub gələ bilərsiniz, qoşula bilərsiniz. Və biz orada həm bu videoları paylaşırıq, həm PDF-ləri paylaşırıq, həm KSG, BSG-ləri paylaşırıq, müzakirə edirik və s. İndi isə gəlin mövzumuza keçək. Deməli, deyir ki, bizə sürəti məxrəcə bölməklə, bax, kəsiri sonsuz dövrü onluq kəsir şəklində yaz. Deməli, biz onluq kəsirlərin bölünməsini artıq 6-cı sinifdən bilirik, dəyərli şagirdlərimiz, elə deyilmi? Bəli. Biz sadəcə deməli burada nə edəcəyik? Hər bir sürəti məxrəcə bölərək bu kəsirləri sonsuz dövrü onluq kəsirə çevirəcəyik. Gəlin, baxaq. Deməli, bax, götürürəm 2-ni, bölmək istəyirəm 9-a. Təbii ki, 2-cinə 9 yoxdursa biz bura 0 tam atırıq, burada bir 0 atırıq. 20-cində 9 2 dəfə, 18 qalıq 2 eləyir. Biz bilirik ki, qalığın yanına hər dəfə bir 0 ata bilirik. 20, yenə 2, aha, artıq mən bilirəm ki, bu belə təkrar gedəcək. Deməli, mən bunu, bu hissəni yazıram. Deməli, siz necə yazacaqsınız dəftərinizdə? 9-da 2 bərabərdir. Bərabəri belə qoymayın. Belə qoyun. Çünki bu tam buna bərabər deyil axı, dövr olaraq gedir. 0 tam 2, 2, 2 nöqtələri qoyacaqsınız dəftərinizdə və bərabər deyil. Qısa şəkildə də yazılışını biz yazaq. Belə, gördünüz? İndi B bəndini baxıram. B bəndində 7-ni 9-a böləcəm. 0 tam 70-in içində 9 7 dəfə 63 eləyir. Yenə 7 qaldı, yenə 0, yenə 7. Aha, deməli bu belə şəkildə də gedəcək. Deməli bunun dövrü şəkildə yazılışı buna ayırıram. 0 tam 7, 7 gedir. Qısa şəkildə yazılışı isə 0 tam dövrdə 7 olur. Növbəti mənfi 5. 5-i 18-ə böləcəm. Mənfisi qalacaq o heç. 0 tam yazıram, 50 yazıram. 2 dəfə eləyir 36. Buradan 4, 1. 14-ün içində 18 yoxdur. 0 yazıram. 140-ın içində 7 dəfə. Deməli, 56, 5 yadda, o da 12. Yenə 14. Aha, deməli, bu yenə bu şəkildə gedəcək. Deməli, mən bunun dövrü şəkildə bu şəkildə yazacam. Nöqtələr. Qısa şəkildə isə biz bunu artıq əvvəlki videodan öyrənmişik, dəyərli şagirdlər, ki, bunun qısa şəkildə yazılışı belə yazılır. Keçək D variantına. Deməli, burada isə 23-ü 45-ə böləcəyik də. Gəlin burada yazaq. Deməli, 23 böl 45. Yenə 0 tam 230-un içində 5 dəfə eləyəcək. Deməli, 25 yadda, 22, 5, aha. Sonra gəlir burada bir 0 atırıq 50, 50-nin içində bir dəfə 45, yenə 5 qalıq qaldı. Deməli, bu 1-1 olaraq davam edəcək. Gəlirəm misalıma. Bu şəkildə yazılır və qısa şəkildə də belə yazıram. Növbəti misal. 40-ı bu dəfə 3-ə böləcəyik. Təbii ki, burada tam hissəsi artıq 0 tam etməyəcək. Deməli, 40 böl 3.
Bir başa yazmaq istəyirəm elə 40-ın içində 13 dəfə olacaq. Çünki 39 eləyir. 1 qalacaq. Onda bura bir 0 atıb, bura bir vergül atıram. Onun içində isə 3 dəfə 9, yenə 1, yenə 3. Deməli, bunun dövrü şəkildə yazılışı 13,333 gedəcək. Qısa şəkildə yazılışı 13 dövrdə 3 alınacaq. Növbəti deməli 26-nı 99-a bölməliyik. Buradan yazım bir dəqiqə. Aha. Təbii ki 26-cı 99 yoxdur. Mən bura 0 tam atacağım. Bura 1 0, burada 2 dəfə olacaq. 18 1 yadda. 18 19. Buradan 2 15-dən 9-un 6. Bəs 62-in içində yoxdur. 1 0 620-in içində təxminən 7 dəfə düşməz, 6 dəfə düşər. Deməli 54 5 yadda, 54 o da 5 59. Deməli onda olacaq deməli 6 6, bu da 2 26. Yenə bir 0 atıram, yenə 2 dəfə. Aha, bu artıq bilindi ki, bu şəkildə də davam edəcək. Sonra yenə 6 dəfə olacaq və s. Onda bunun yazılışı 0 tam 26 26 davam eləyəcək və qısa yazılış isə 0 tam dövrdə 26 olacaq. Sonra və C bəndinə baxaq. C bəndində deməli 80-i bölürük 111-ə. Yazaq 80 böl 111. Neçə dəfə düşər? Deməli, heç neçə dəfə 0 tam yazırıq. Bura 1 0. Təbii ki, burada 7 dəfə olacaq. Çünki 777 olacaq. Çıxaq 3, 2 və salam. Aha, bura 1 0 atıram. Təbii ki, bura 2 dəfə düşəcək. Çünki 222 eləyəcək. 8, 8 qalıq qalanda mən bura 1 0 atsam, 80-in içində 111 yoxdur. 1 0 da atıram. Birbaşa 2 0 atacağım üçün burada bir 0 atıram. Aha, sonra isə bayaqki kimi davam eləyəcək. Yəni yenə sonra 720 belə bu şəkildə davam eləyəcək. Deməli mən bunun yazılışını yazıram ki, 0 tam 720 720 və s. Qısa şəkildə yazanda 0 tam bir dənə 720 yazıram. Bax belə. Bu bizim 6-cı tapşırığımızdır. Deməli, görürsünüz, diqqət, adi kəsirin onluq kəsirə çevrilməsində dövr 9 olan kəsir alınmır. Yəni, sən tutaq ki, 3 tam dövrdə 9 yaza bilməzsən. Bax, bunu diqqət eləyək. 7-ci tapşırığa baxaq. Deyir, qarışıq ədədi onluq kəsirə çevir. Qarışıq ədədi onluq kəsir. Bunu bilirsiniz necə eləyəcəyik? Biz əvvəlcə kəsir hissəni onluq kəsirə çevirəcəyik. Bu da əgər məxrəcini 10-a, 100-ə, 1000-ə və s. gətirə biliriksə, gətirəcəyik. Gətirə bilmiriksə, biz axı bir yol bilirik ki, sürəti məxrəcə böləcəyik. Gəlin yazaq. İndi misalımız budur. 4 tam 16-da 7. İndi mən hər dəfə artıq 6-cı tapşırıqda bunu 1-1 elədim. Siz öz dəftərinizdə bunu 1-1 eləyin. Lakin mən birbaşa yazacağam. Deməli, əvvəla onu qeyd edeyim ki, məxrəcimiz 16-dırsa, yəni əgər məxrəcimizin vuruqları yalnız 2-lərdirsə, 5-lərdirsə, biz bunu sonlu onluq kəsir şəklində yazacağıq. Dövrü onluq kəsir olmur. O yüzdən 7-ni 16-ya böləndə 0 tam
10.000-də 4375 alınır. Qarşısına 4 varsa, deməli bununki yazılır. 4-dan 4375. Nə deyir sonra bizə? Heç nə deyir, onluq kəsə çevirdik. Gəlin indi bunu çevirək. Aha. Deməli, nə edirik dəyərli şagirdlər? 17-ni bölürük 90-a. Bax, bu dövrü şəkildə alınacaq. Amma qarşısında 2 varsa, mən 2 tamımı yazıram. Və dövr edəndə dövrə qədərki ədəd 1 eləyəcək. Amma dövr edən ədəd 8 edəcək. Deməli, 2 tam, onda 1, dövrdə 8. Gəlin, indi buna baxaq. Deməli, 11-i bölürük 18-ə. Amma qarşısında nə yazacağıq? 3 tam. Burada isə dövrə qədərki 6 olacaq. Dövr edən isə 1 olacaq. Xatırlatma eləyim, əziz şagirdlər. Baxın, bu sürətin məxrəcə bölünməsini mən 6-cı tapşırıqda sizə bir-bir izah elədim. Hər bir kəsir üçün sürəti məxrəcə böləcəksiniz. İndi mən də bunu amma bu dəfə biraz daha qısa yazıram ki, bir də o qədər vaxtımız getməsin, əziz şagirdlər. Həm də inanıram ki, hamınız artıq onu bölə bilirsiniz. Yəni. Onda 2 tam 11-də 5-i bölmək istəyirəmsə, daha doğrusu çevirmək istəyirəmsə, gəlin bunları belə sərhədlərlə ayıraq. 5-i 11-ə böləcəm, amma qarşısına 2 tam yazacam. Deməli, sən bərabər qoyacaqsan, 2 tam dövrdə 45. İndi tutaq ki, deyərsən ki, ay müəllim, bizim müəllim tapşırıb ki, bunu bir-bir böl. Onda götürürsən dəftərində yazsan ki, 5 böl 11 və burada düşür 0 tam %45. Sonra bunu bu şəkildə yaz. Aha, davam eləyək. Deməli, sərhədimizi qoyaq. Burada isə 13-ü 45-ə böləcəksən, qarşısında isə 16 yazacaqsan. Deməli, 13-ü 45-ə böləndə 2 dəfə düşəcək, lakin ondan sonraki ədədlər təkrar olunacaq, o da 8-dərdir. Növbəti, bu dəfə 1-i 9-a bölmək lazımdır. Bu da bilirsiniz də 19-a məndə 1 gedir. O yüzden 125 tam dövrdə 1 alınır. Sonra burada bizim yadda saxlamız var. Yadda saxlaya görə biz zaten bunu bilirik ki, virgüldən sonra görürsünüz istədiyimiz qədər 0 artıra bilərik. Demək ki, hər bir rasional ədədi, natural ədədi dövrü onluq kəsir şəklində yaz desə, sadəcə dövründə 0 yazacaqsan vəssalam. 8-ci çalışma müqayisə ilə bağlıdır və gəlin müqayisəmizi edək. Deməli, bax, A bəndinə baxaq. Biz A bəndində nə görürük, dəyərli şagirdim? Tam hissələrim eynidir, bu heç. 1/10 hissələrim eynidir. Amma 100% hissəsində birinci kəsir, ikinci kəsirdən kiçikdir. Ona görə mən bura kiçikdir yazdım. Sonra B bəndinə baxıram. Tam hissələrim eynidir. Tam hissələrim eynidir. 1/10 eynidir. 100% eynidir. Lakin birinci kəsirdə 1/1000 hissəsi 1-dir, amma bunun 1/1000 hissəsi yoxdur. Yoxsa biz bunu 0-la əvəz edə bilərik. Aha, əlbəttə ki, 1 0-dan böyükdür deyən, deməli belə qərar veririk ki, birinci daha böyükdür. C bəndinə baxaq. Burada biz bu şəkildə olan çalışmaları, bax, yadımızda saxlayaq, dəyərli şagirdim. Birincisi, bunu biraz açıq şəkildə yazacağım. Bax, 6 tam. Çox müəllim onu kəsir şəklinə çevirməyi tapşırır, amma ehtiyac yoxdur. Bunu qısa şəkildə yaz. Necə? Qısa şəkildə dediyim, daha doğrusu əslində uzun şəkildə demək istəyirəm. Bunun açılışı 7, 7, 7, 7 və s. deyil. Bəli. İndi buna bax. 6 tam.
Əgər sinifdə müəllimin sənə kəsrlə tapşırsa, qəti surətdə razılaşma və öz yolunu, bax bu yolu lövhədə göstər. İnan ki, bütün şagirdlər sənə sağ ol deyəcək. Və indi müqayisəyə bax, gözəlliyə bax. Deməli, 1/1 deyirsən ki, ay müəllim, 1/1 ilə eynidir. Bunu müqayisə eləmirik. Daha doğrusu tamdan eynidir. Sonra 1/1 ilə eynidir. Ay müəllim, 100% hissəsi bunun 100% hissəsindən böyükdür. Deməli, bizim birinci kəsrimiz daha böyükdür. Vəssalam. Bir də niyə kəsrə çevirirsiniz ki? Bunu da müqayisə zamanı adi kəsrə qəti surətdə keçirtməyin. Mən sizə daha rahat yol deyirəm. Bunu açıq şəkildə yazıram. Artıq bunu başa düşürük necə yazırıq. 4-ü yazırıq, 6-ları təkrar edirik. Aha, burada nə edirik? 0,47, 47, 47 təkrar edirik. Çox getməyinə ehtiyac yoxdur. Sonra bax. Bax, tam hissə eynidir. Apardıq. 1/1'lər eynidir. Aha, ay müəllim, bir də tapdım. Bunun 1/1'i ikincinin 1/1'indən kiçikdir. Deməli, birinci kəsir ikinci kəsrdən kiçikdirmi? Tamamilə doğru buyurursan. Kiçikdir. Əla. Sonra davam edirik 9-cu çalışma ilə. 9-cu çalışmada bizə deyir ki, verilən ədədlər arasında yerləşən 3 sonsuz dövrü onluq kəsir şəklində yazın. Onluq kəsiri yazın. Deməli, biz bunu necə yazırıq, dəyərli şagirdim? Bax, yadında saxla ki, biz bilirik ki, bunun sonuna 0 artıra bilirik. Bunun da sonuna 0 artıra bilirik. Düzdür? Onu da belə çıxır ki, mən 3,50 ilə 4,50 arasında istədiyim ədədləri yaza bilərəm. 3 dənə istəyir. Onda hansılar olacaq? 3,51 olacaq. Nöqtə vergül. Bax, bunu göylə yazacağam. 3,70 yaza bilərəm. Axı 4 tama çatmayıb hələ. Bunu da qara ilə yazaq. 3,80. Yəni, siz çox yaza bilərsiniz. Fərqi yoxdur. 3 dənə istəyirdi. Yazdıq. Gələk B variantına. B variantında da müəllim, bura bir 0 atıb 0, vergül atıb 0, burada bir vergül atıb 0 ata bilərik. Əlbəttə ki, doğru buyurursan. Onda 3 dənə ədədi yerləşdirək. 2,1, o birisi 2,5, o birisini də qara ilə yazaq. 2,9. Vəssalam. Gəl C variantına baxaq. Ay müəllim, bildim. Yenə bura bir 0 atıram. Burada bir 0 atıram. Əla eləyirsən. Və yazıram. Deməli, bu olur 0,35. Növbətini yaza bilərəm 0, deməli, tutaq ki, 37. Növbətini yaza bilərəm 0,39. Bəli, tamamilə doğrudur. Müxtəlif cür yaza bilərsən. Məsələn, ola bilər sinifdə biri başqa yazar, biri başqa yazar. Çünki burada sonsuz sayda variant var. Yəni, başqası səndən eyni yazmayıbsa, heç də kədərlənmə. İndi gəl bura baxaq. Burada yenə əvvəla bura bir 0 atıram, bura bir 0 atıram. Deməli, bu 0,320'dir. Bu 0,330'dur. Hansı ədədlər yerləşir? 0,325 var. Nöqtə vergül. 0,326 var. Nöqtə vergül. 0,328 var. Və s. Və Y bəndi. Hə, Y bəndini yazanda mən birinci bunu açacam. 2,1 bu şəkildə çox getmirəm. Bunu da açacam. 2,2-ni tək yazıram. 3'ü də 2 dənə yazıram. İndi mən bunlar arasında 3 dənə ədəd yerləşəndə göylə yazacam.
2 tam 1000-də 111-dən sonra yazaram 2 tam 1000-də 112 nöqtə vergül, 2 tam 1000-də 113 nöqtə vergül və 2 tam 1000-də 114. Bax, bunları yaza bilərsiniz, dəyərli şagirdlər. İstədiyiniz başqalarını da yaza bilərsiniz, tək ki bunu aşmasın. Və 10-cu suala baxaq. Aha, 10-11 qalıb. Doğru bərabərsizlikləri müəyyən edin. Aha, gəl baxaq. Deməli, 0 tam, 0 tam, 1, 1, 4, 4. Bu burada qutarır. Bunun əvəzinə 0 yazacağım. Amma bu 4, bu 0-dan böyükdür. Bəli, bura yazırıq. Doğrudur. Gəlin bura. 2 tam, 2 tam, 2, 2, 1, 1. Bu burada qutarır. 0 yazıram. Amma bu 2, bu 0-dan kiçik deyil. Ona görə mən bura yazıram yanlış. Keçirəm növbəti. Aha. Deməli, burada birinci mən bunu açmaq istəyirəm. Tutaq ki, açanda 6, 6, 6, 3 dənə 666 yazdım. Mən bilirəm ki, bura bir 0 ata bilirəm, bura bir 0 ata bilirəm. Və bu 660-dır, bu isə 670-dir. Həqiqətən də 1 tam 666, 660 ilə 670 arasında dayandığına görə bura nə yazırıq? Doğru yazırıq. Və sonuncu yenə də bunu 4, 18, 18 yazıram, amma 1 yazıram da. 18, 18 yazmıram, 181 yazmaq istəyirəm. Onda mən bura 1, 0, bunu açanda isə 4, 1, 1, 1 yazıram. İndi mən baxım ki, bu 4 tam 1000-də 181, 4 tam 1000-də 180-dan böyükdür, bəli. Amma 4 tam 1000-də 111-dən axı kiçik, bax, bu hissəsi kiçikdir. Kiçik deyil, kiçik deyil. Ona görə də bura nə yazıram? Yanlış yazıram. 11. Verilən rasional ədədləri onluq kəsir şəklində yazın. Koordinat oxunda bu ədədlərdən hansılarına uyğun nöqtələr qeyd edilmişdir? Aha, birinci deməli biz bayaqki kimi tezcən bunları bir-bir nəyə çeviririk? Onluq kəsirlərə çevirək. Gəl buradan yazaq. Deməli, bax, buradan yazacağım. Mənfi 3-də 5 bərabərdir. Deməli, bu 1 tam 6, 6 gedir. Ona görə mən bunu dövrdə 6 yazacağam. Bu 1. Sonra 9-da 8 var. Deməli, 9-da 8-i çevirsək, yəni 8-i götürüb 9-a bölsək, bu isə eləyir 0 tam 8, 8, 8 gedəcək, yəni dövrdə 8. Sonra 6-nı bölürük 5-ə. Bilirsiniz ki, 6-nı böləndə 5-ə bu sonsuz getmir. Eləcə normal bildiyimiz 1 tam 10-2 alınır. Çünki elə kəsirlər var ki, sonsuz alınmır. Növbəti 9-da 11, hə, bu onsuz da bilirik ki, sonsuz gedəcək və bu şəkildə yazılacaq. Və 4-ü də 3-ə böləndə sonsuz gedəcək. Bu isə 1 tam, çünki 4-cüdə 3 bir dəfə var. Və dövrdə 3 gedəcək. Bax, biz bunları birinci işimiz buna çevirdik. Əla. Bəs, mənə indi deməsə, bax, B nöqtəsini qeyd edib bu adam, düzdürmü? B nöqtəsi mənfi 1-dən sonra gəlir. Bunlar mənfidən sonra gəlir ki, təbii ki, mən bunları mənfilərin arasından axtaracağam. Ya budur, ya budur. Başqa yolu yoxdur. Təbii ki, 1 tam 10-2 dayanıbsa, bax, 2 nöqtə gedib. Bu ədəd, burada qırmızı ilə, yox, nə ilə göstərək? Hə, göy ilə göstərək ki, buna uyğundur. Hətta üstündə yazaq, mənfi 5-də 6.
Sonra A bəndinə baxıram. A nöqtəsi. A nöqtəsi 1 tamdır. Özü də burada 2 addımla 3 addımın arasındadır. Aha. 2 addımla 3 addım 1 tamdırsa, deməli bu ya budur, 1 tam olduğuna görə. Başqa bir tam, hə, bir də budur. Bir də budur. Ay sağ ol. Təbii ki, burada 3 varsa bu 3-cü addımdan sonra olardı. Deməli, A nöqtəmizin cavabı nə olmalıymış? 9-da 11. Çünki 2 addım gəlib sonra yazıblar. Bu da görsən 2-ci addımdan sonra. Dövrü 2-dir. Bunun dövrü 3-dür. Gələk bu 3-cü nöqtədən sonra olardı. Deməli, bunun cavabı isə budur. Belə, dəyərli şagirdim, İnşallah növbəti səhifə, növbəti videoda görüşərik. Abunə olmağı, like etməyi yəqin ki, unutmamısan. Şərhdə də öz fikirləri və ürək sözləri yaza bilərsən. Sağ ol.